Salamlayıram hər kəsi. Deməli bizə iki vektor arasındakı bucağın tapılmasını istəyir. Kosinus alfa bərabərdir. Bu vektorların skalyar hasili, yəni A vektoru vur B vektoru bölünsün. Modulda A vektoru vur modulda B vektoru. İki vektor arasındakı qalan bucaq belə hesablanır. Bərabərdir. Skalyar hasil dedikdə bu vektorların x-larını x-a, y-lərini y-ə, və z-lərini z-lərə vurub toplayırıq. Sıfırı buradakı sıfıra vursaq 0, üstə gəl 3'ü kök altında 3'e vursaq 3 kök altında 3, üstə gəl yenə 0'ı 1'e vursaq 0. Məxrəcdə kök altda modul deyəndə daha doğrusu vektorun modulu kök altda koordinatların kvadratları cəmi. A vektorun modulu yəni x-in kvadratı, yəni 0'ın kvadratı 0, üstə gəl y-in kvadratı 3'ün kvadratı 9 və z-in kvadratı 0 vur. İndi B vektorunun modulu isə eyni şəkildə 0'ın kvadratı 0, üstə gəl kök altında 3'ün kvadratı 3, üstə gəl 1'in kvadratı 1. Bərabərdir. Surət eləyəcək 3 kök altında 3. Məxrəcdə birinci kökdən 3 çıxacaq. Kök altında 9'dan kök 3 çıxır. İkinci kökdə isə 4 eləyəcək və ondan da kök 2 çıxacaq. Bu üçlər ixtisar gedir, qalır kök altında 3 bölünsün 2. Deməli, kosinus alfa bərabərdir kök altında 3 bölünsün 2. Burada alfa olacaq, yəni kosinus alfa kök altında 3 bölü 2'ni 30 dərəcədə alır. Yəni pi bölünsün 6 və ya 30 dərəcə. Cavab pi bölünsün 6 və ya 30 dərəcə olacaq.